Artıq əvvəlki zamanə deyil. Varlı ilə kasıbın arasında sadəcə fərq yox, düz müharibə var. Varlı bir ailənin qızı qaçırılıb işgəncə edilir və ailəsindən ağır fidyə tələb olunur. Mən Elşən və bugün sizə yenə hər saniyəsi qəribə olan bir filmi danışacağam. Ты издеваешься, что ли, сучка? Будешь говорить или нет? Toy günüdür. Varlı bir Meksika ailəsinin evində hər şey göz oxşayır. Qonaqlar bəzəkli, violin səsləri, şampanlar, hər yerdə zəriflik. Amma bir nəfər çatışmır. Ailənin qızı Marienne. Toyun ortasında olmalıdır, amma görünmür. Çünki o evə gələn bir kişiyə Ronaldoya kömək eləməyə çıxıb. Kişi vaxtilə bunların evində işləyib. Arvadı ölüm ayağındadır və klinikaya pul lazımdır. Ev əhli vecinə almır. Amma Marienne dayanır, deyir, pulum yoxdur, amma mən kömək edəcəm. Onlar evdən çıxandan biraz sonra gəlib görürlər ki, şəhər odlar içində yanır. Etirazçılar küçələri tutur, dövlət çökür. Sistem çürüyüb və bu çürük artıq qopmağa başlayıb və həyatlar alt-üst olur. Bu tərəfdə birdən-birə bütün sakitlik pozulur. Hər şey birdən-birə dayanır. Musiqilər kəsilir, gözlər bir-birinə dikilir. Qapılar sındırılır, içəri maskalı silahlar doluşur. Üzlərində mərhəmətin izi belə yoxdur. Hamınız yerə, əllər başa qışqırırlar. Qadınlar ağlayır, kişilər titrəyir. Hamı çaşqın, hamı qorxuda. O parıltılı toy artıq yoxdur. İndi orada yalvarış, panika və qorxu var. Silahlar başa tuşlanır, əllər ayaqlar bağlanır. Villa birdən-birə döyüş meydanına çevrilir. Amma biz Marienne'yə qayıdaq. O indi şəhərin o biri başında Rolando ilə birlikdə köhnə bir bağ evində gizlənir. Rolando illər əvvəl bu ailənin bağçasını sulayırdı. İndi isə onların qızını ölümdən qorumağa çalışır. Dəyişən təkcə hökumət deyil, insanlar da dəyişib. Kömək eləmək istədiyi ailənin artıq nə evi qalıb, nə hörməti. Şəhər bölünüb. Bir tərəf tankların altında sarsılır, digər tərəf isə insanlıqdan uzaqlaşır. Maşındakı sürücülər yoxa çıxıb. Xəstəxanalar xəstələri qəbul etmir. Dövlətdə isə sadəcə silahlar danışır. Bu tərəfdən Marienne qayıtmaq istəyir. Evinə, öz ailəsinin yanına. Amma artıq ev deyilən bir şey yoxdur. Gəldiyi sürücü vəziyyəti yoxlamaq üçün çölə çıxır, amma qayıtmır. Əskərlər onu yoxlayır. Marienne isə yeni bir oyun qurulur. Bir qadın əskər. Gözlərinə baxanda bilirsən, onun üçün təhlükəsizlik sadəcə maskadır. Marienne'dən telefon, zinət əşyalarını tələb edirlər. Qarşı çıxanda isə zorla bir bazaya aparırlar. Bura baza deyil, əslində bir zindandır. Divarlar buz kimidir, içi qapqaranlıq, havasında isə insan alverinin iyrənc qoxusu dolaşır. Girişdə alnına bir rəqəm yazılır, 16. Artıq onun adı yoxdur, kimliyi yoxdur, sadəcə bir nömrə dindi. Ad yox, şəxsiyyət yox, bir rəqəm qədər dəyərin varsa, yaşayırsa. İçəridə olanlar ya varlı ailələrin uşaqlarıdır, ya da siyasi qurbanlar. Amma gecələr bu bazada başqa bir şey baş verir. Qışqırıqlar eşidilir. Qaranlığın içində şəhvət və zorakılıq baş qaldırır. Girovları gətirib burada zorlayıb bundan keyif alırlar. Marienne, o isə artıq bir cəhənnəmin içindədir. Bütün bu xaosun içində bir ümid varmış kimi görünür. İvanın oğlu atasının nüfuzundan istifadə edərək Marienne'ni axtarır. Bir general güya kömək edəcək ona. Amma əvəzində ona inanmağını istəyir. Sistem çöküb, amma bu çöküntüdən qazananlar da var. Əskərlər əsirlərin videolarını çəkir, ailələrindən pul qoparırlar. Marienne üçün tələb olunan məbləğ 10 milyon peso. Amma həyat bu qədər ucuzmu, yoxsa bu qədər baha mı? Yox, bu əskərlər pulla yanaşı can da istəyir. Bir əsir azad olunur, amma azadlıqdan bir neçə saat sonra güllələnir. Çünki bu oyunda sağ çıxmaq yalnız yalandır. Marienne'yə cavabdeh olan qadın əskər pulun az olduğunu eşidəndə tamaha artır. Yenidən Marta ilə əlaqə saxlayıb deyir ki, qızı 800 minə qaytararam, amma tələsin. Gəlir burada pulu alır, sonra fikrini dəyişir. Bu dəfə isə 1 milyon istəyir. Gəlib qızı buraxmadıqlarını, əvəzinə 1 milyon istədiklərini dedikdə artıq oğlan şübhələnir və məsələni general səviyyəsinə qədər qaldırır. Əskər və buradakı öz dəstəsi həbs olunur. Amma bu işin sonu deyil. Hərbi baza polis tərəfindən basılır. Əskərlər qaçır, əsirlər tapılır. Amma bu qurtuluş deyil. Əsirləri bir yerə yığırlar. Sonra bir-bir güllələyib öldürürlər. Ölən cəsədləri bir yerə topalayırlar. Benzin tökürlər və cəsədlərin hamısını yandırırlar. İz qalmasın deyə, həqiqət boğulsun deyə. Sonda Marienne güya azad olunur. Furqon bir evin qarşısında dayanır, qapı açılır. Qızı gətirib həmin evə salırlar. Burada oturan oğlansa evin xidmətçiləri olan sürücü idi. Qız bir anlıq nəfəs alır, qurtuldum deyə düşündüyü anda hamamdan bir silah səsi gəlir. Sürücü diksinir. Sadəcə donub baxa-baxa qalır. Arxadan bir əskər yaxınlaşır. Silahı onun əlinə verir və bir güllədə onun başından vururlar. Cinayəti onun etdiyini
göstərmək üçün və beləcə yalan gerçəyə qalib gəlir. Amma əslində oğlan öz anası ilə Mariannanı xilas etmək istəyirdi. Yəni güya bu xidmətçilər öz ev sahiblərinin paxıllığını çəkmişdilər və qızını qaçırmışdılar. Sonra da onu öldürmüşdülər. Lakin əslində belə değildi və sonunda qatil olanlar qəhrəman kimi təqdim olunur. Günahsız olanlarsa xain. İvan ailəsinin adı ləkələnir. Qızını qurtarmağa çalışdığı bu müharibədə özü də oyun piyonuna çevrilir. Filmin sonunda günahsız Marta məhkəməsiz edam olunur. İvan, yəni qızın atası isə generalın yanında oturur. Qəzəbini gizlədir. Amma gözlərində bir şey var. Gücün necə asanlıqla əl dəyişdirdiyini öz gözləri ilə görür. Marianne isə artıq bir rəqəm idi. İndi isə heç o da deyil. Bu artıq əvvəlki zamanə deyil. Ədalət yoxdur. Qanun silahın içindədir. Və bir rejiminin sona çatması bəzən sadəcə bir toyla başlayır.